Kimə lazım deyil, o da avtomobil alır. Çünki avtomobil Azərbaycanda bir statusdur. Mobil telefon və avtomobil. İki dənə insanın əlində və istifadə etdiyi... Bir də bağ evi. Bəli. Bu iki dənə şey varsa artıq status qalxır. Yəni bu mobil telefonla avtomobil görünən bir şeydir. Bağ indi görünməyə bilər. Ona görə hamı avtomobil almaq həvəsindədir. Avtomobil çox rahatdır. Əlbəttə ki, bir tərəfdən rahat, amma digər tərəfdən nə olur? Sən bugün gedirsən və həmin pik saatlarında sıxlıqlarda qalırsan və saatlarla gedirsən. Bəzən 15 dəqiqə getdiyin yolu 1 saat yarımı, 2 saatı cəmi gedib çata bilirsən. Bəzən hətta belə deyim, oturursan maşında, bir də görürsən ki, yanına avtobus keçdi belə. Bu gün baxa qalırsan. həmin avtomobil zolaqlarının yaradılması əslində düz qərardır. Bəzi yerlərdə yoxdur, amma Avtobus zolağı əslində çox yaxşıdır. Düzdür, biraz müəyyən bir müddət sıxlığa səbəb oldu, düzdür, amma artıq öyrəşib cəmaət, yəni mən də müsbət yanaşıram. ictimai nəqliyyat vaxtında getməlidir.